Hər kəsə salam. Bu videoda biz 1 mart 2026-cı il tarixində Daha Akademiyada keçirilmiş bilik yarışının 7-ci siniflər üzrə riyaziyyat suallarının izahına baxacağıq. Gəlin 21-ci sualdan başlayaq. Bu sualda bizdən kəsirin hesablanması tələb olunur. Kəsiri hesablamaq üçün əvvəla sürəti hesablayaq. 2 vurulsun modulda -5,7 çıxılsın modulda 0,4 bərabərdir. 2 vurulsun modulda -5,7 müsbət 5,7 çıxır. Çıxılsın 0,4. Bu da bərabərdir. 11,4 çıxılsın 0,4. Bu da bərabərdir 11 tam. İndi isə məxrəci hesablayaq. -11 vurulsun modulda -121də 1. Bu da bərabərdir. -11 -11 olaraq qalır. Modulda -121də 1 isə müsbət 121də 1 olaraq çıxır. Bu da bərabərdir -11də 1. Artıq bizim sürətimizin də qiyməti məlumdur 11. Məxrəcimizin də qiyməti məlumdur -11də 1. Bu isə bizə -121 verəcək. Cavabımız D variantı. 22-ci sual. Bu sualda ikiqat bərabərsizliyinin neçə cüt natural həlli var soruşulur. Diqqət eləyək. Cüt və neçə. Gəlin baxaq. X-in ala biləcəyi cüt qiymətlər 6-dan başlayır. 6, 8, 10, 12, 14. Göründüyü kimi sayı 5'dir. Cavab C variantı. 23-cü sualda bizdən çoxhədlinin vuruqlara ayrılması tələb olunur. Bu çoxhədlinin vuruqlara ayrılması üçün ən əlverişli yol buradakı 3-ün 2A və 1A olaraq parçalanmasıdır. Yazaq 2A çıxılsın 2A kvadratı çıxılsın 2A çıxılsın A. Üstə gəl 1. Buradan biz 2A'nı ortaq vuruq kimi çıxartsaq 2A A çıxılsın 1. Buradan isə mənfi işarəsini mötərizə xaricinə çıxartsaq A çıxılsın 1 olacaq. Burada A çıxılsın 1 ortaq vuruqdur. Biz bunu mötərizə xaricinə çıxardırıq. A çıxılsın 1. Digər mötərizəmizdə isə qalır 2A çıxılsın 1. Vuruqların yeri dəyişdikdə hasil dəyişmir. Cavab C variantı. 24-cü sualda. Bu sualı həll eləmək üçün bizim bilməli olduğumuz düstur alfa üstə gəl beta çıxılsın 180 dərəcədir. Burada 125 dərəcə üstə gəl 105 dərəcə çıxılsın 180 dərəcə. Bu da bərabərdir 100 230 çıxılsın 180. Bu da bərabərdir 50 dərəcə. Cavab D variantı. 25-ci sual. Bir oyun zəri bir dəfə atıldıqda yuxarı düşən xalın sadə ədəd olma ehtimalını tapın. Biz bilirik ki, ehtimal əlverişli halların sayının ümumi halların sayına olan nisbətidir. Gəlin əvvəlcə ümumi halların sayını tapaq. Ümumi halların sayı bərabərdir. Bir oyun üzərinə bir dəfə atdıqda yuxarı düşə biləcək hallar onun üzərindəki bütün hallardır. Yəni 1, 2, 3, 4, 5 və 6. Ümumilikdə burada 6 hal var. Bizim üçün əlverişli halların sayı isə bu ədədlər içərisindən sadə olanları seçməkdir. Sadə ədədlər burada 2, 3 və 5'dir. Sayı olaraq isə 3'dür. Gətirib yerinə qoyanda
Məxrəcdə 6, sürətdə 3 olur. 6-da 3 ixtisar gedir. Hər tərəfi, daha doğrusu sürət və məxrəci 3-ə bölsək, cavab 2-də 1, D variantı. 26-cı sualda. Bu sualın hesablanması üçün, həll olunması üçün biz onluq kəsirə bölmə qaydasını bilməliyik. Bunun üçün ən əlverişli yol, əlbəttə ki, məxrəcin vergüldən azad edilməsidir. Birinci kəsirimizi məxrəcdə 0,4 vergüldən azad eləmək üçün 10-a vurmaq kifayətdir. Bu zaman həm məxrəci, həm də sürəti 10-a vuracağıq. Məxrəcdə 4, sürətdə isə 160. Üstəgəl 0,5. Bunu vergüldən azad eləmək üçün 1000-ə vurmaq lazımdır. Məxrəcdə 5, sürətdə isə 2 vur 1000, yəni 2000 olacaq. Üstəgəl 0,9-u vergüldən azad eləmək üçün 10-a vurmaq kifayətdir. Burada 9, sürətdə isə 36 olacaq. Bu da bərabərdir. 40, üstəgəl 400, üstəgəl 4. Bu da bərabərdir 444. Cavab C variantı. Növbəti sualımız üçbucaqlara aid sualdır. Bu sualda bizdən ABC-nin bərabər tərəfli üçbucaq olduğu deyilir. Yəni, üç tərəfi bir-birinə bərabərdir. AM, CK və BN medianları O nöqtəsində kəsişir. Əgər ABC üçbucağının perimetri 120 cm-dirsə, yəni biz buradan bir tərəfin uzunluğunu tapa bilərik. Perimetr bərabərdir 3A-ya, bu da bərabərdir 120-yə. Yəni, bir tərəfimiz 40-a bərabərdir. AM median olduğu üçün BC-ni, yəni 40-ı 2 bərabər hissəyə böləcək. Onda BM və MC hissələri 20-20 olacaq. Burada bərabər tərəfli üçbucaq olduğu üçün AC də bərabərdir 40-a. Buradan AN 20, NC 20 olacaq. Çünki BN də mediandır. Bizdən soruşur AN üstəgəl MC. Bu da bərabərdir. AN 20, MC 20 bərabərdir 40-a. Cavab C variantı. 28-ci sual. 28-ci sualda 49x kvadratı çıxılsın 25y kvadratı. Bu sual bizə A kvadratı çıxılsın B kvadratını xatırladır. Bu düsturun açılışı isə A çıxılsın B, A üstə gəlinsin B kimi həll olunur. Məlum olduğu kimi 49x kvadratı 7x-in kvadratıdır. 25y kvadratı isə 5y-in kvadratıdır. Yerinə qoyanda 7x çıxılsın 5y, 7x üstə gəl 5y. Cavab B variantı. 29-cu sual. 28x üstü 4, y üstü 2, z üstü 2n minus 2 bir hədlisinin dərəcəsi 28 olarsa. Gəlin əvvəlcə biz buradan n-i tapaq. Biz bilirik ki, bir hədlinin dərəcəsi dəyişənlərin qüvvətlərinin cəminə bərabərdir. Onda yazaq. 4 üstə gəl 2 üstə gəl 2n çıxılsın 2 bərabərdir 28. Buradan 2-lər islah gedir. 2n üstə gəl 4 bərabərdir 28. 2n bərabərdir 24. N bərabərdir 12. Bizdən 3x üstü n, y, n üstə gəl 2 bir hədisinin dərəcəsini tapmağı tələb edir. Yenə n üstə gəl 2-də n-i yerinə qoyacağıq. Burada da olur 12 üstə gəl 14 bərabərdir 26. Cavab C variantı.
30-cu sual. Mənfi 4,1 və 4,75 ədədləri arasında yerləşən tam ədədlərin hasilini tapın. Biz əvvəla bu sualı həll etmək üçün tam ədədlərdən mənfilərdən müsbətə doğru gedərkən ədəd oxunda 0 nöqtəsini gördüyümüzü bilməliyik. Əgər vuruqlardan biri 0 olarsa, hasil də 0 olar. Cavab B variantı. 31-ci sual 2 düz xəttin 3-cüsü ilə kəsişməsinə aid suallardandır. Burada daxili bir tərəfli bucaqların cəminin 180 dərəcə olduğunu bilməliyik. Yəni, alfa üstəgəl beta bərabərdir 180 dərəcəyə. Burada bizə alfanın 5 betaya bərabər olduğunu verir. Biz onda alfanın yerinə birbaşa 5 beta yaza bilərik. Üstəgəl beta bərabərdir 180. 6 beta bərabərdir 180. Beta bərabərdir 30-a. Yerinə qoyub alfanı da 150 tapırıq. Və bizdən alfa çıxılsın betanı soruşur. Bu da 150 çıxılsın 30 bərabərdir 120. Cavab B variantı. 32-ci sual. 32-ci sualı hesablamaq üçün bir neçə yoldan istifadə edə bilərik. 2 üstü 5-i 32 şəklində, 9 üstü 2-ni isə 81 şəklində göstərə bilərik əvvəla. Bərabərdir. 243 vurulsun 32, bölünsün 81 vurulsun 3, vurulsun 16. Bu da bərabərdir. 81-i 3-ə vuranda 243 eləyir. Yəni 81 vurulsun 3 ilə 243 ixtisar gedir. 32-ni 16-ya böləndə cavab 2C variantı. 33-cü sualda. 33-cü sualda bizdən modulda x üstəgəl 5 kiçikdir 11 olarsa x-in ala biləcəyi ən böyük və ən kiçik ədədlər, tam ədədlərin cəmini istəyir. Bunun üçün biz 2 qat bərabərsizliyi düzəldə bilərik. Yəni, x üstəgəl 5 kiçikdir 11, böyükdür mənfi 11-dən. Onda x kiçikdir, böyükdür mənfi 16, kiçikdir 6-dan. X-in ala biləcəyi ən kiçik qiymət mənfi 15, ala biləcəyi ən böyük qiyməti isə 5-dir. Bunların cəmi isə mənfi 10. Cavab B variantı. Dövrü onluq kəsirlərin toplanmasına aid 34-cü suala baxaq. 1 tam 9-da 5 üstəgəl 9-da 2 üstəgəl 5 tam 9-da 2 bərabərdir. Tam hissələri əvvəla toplayaq. Birinin üstünə 5 gələndə 6. Daha sonra isə məxrəci ortaq olduğu üçün məxrəci yazırıq. Sürətdə sürətləri toplayırıq. 5 üstəgəl 2 üstəgəl 2. Bu da bərabərdir 6 tam 9-da 9. Bu da bərabərdir 7 tam. Cavab B variantı. 35-ci sual. ABC üçbucağının mövcud olması üçün x-in ala biləcəyi natural qiymətlərin sayını tapın. Bu sualda üçbucaq bərabərsizliyindən istifadə edəcəyik. Üçüncü tərəf digər iki tərəfin fərqindən böyük. Cəmindən isə kiçik olmalıdır. Çıxanda 0,7, toplayanda isə 14,3. X 1-dən 14-ə qədər bütün qiymətləri ala bilər. Sayı isə 14 çıxılsın 1 üstəgəl 1 bərabərdir 14. Cavab B variantı. 36-cı sualda
36-cı sual müxtəsər vurma düsturudur. Əgər biz A çıxılsın B-nin açılışını yazsaq, burada bizdə A kvadratı üstə gəl B kvadratı çıxılsın 2AB olduğunu görərik. Bizdə A kvadratı üstə gəl B kvadratı 5 olaraq göstərilib, çıxılsın. AB-nin qiyməti 2 olduğu üçün 2 vur 2, bu da bərabərdir. 5 çıxılsın 4, 1 olacaq. 37-ci sualımız. Üçbucağın daxili bucaqları 1-in 2-yə, 2-nin 3-ə nisbətindədir. Böyük bucaqla kiçik bucağın fərqi nə qədərdir? Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Bucaqlarımızı K ilə ifadə etsək, ən kiçik bucağımız K, ortancıl bucağımız 2K, böyük bucağımız isə 3K olacaqdır. Cəmini 180 dərəcəyə bərabər eləyirik. K üstə gəl 2K, üstə gəl 3K bərabərdir 180. 6K bərabərdir 180. K bərabərdir 30. Deməli, bucaqlarımız 30, 60 və 90 imiş. Böyük bucağımız 90, kiçik bucağımız isə 30-dur. 90 çıxılsın 30 bərabərdir 60. Cavab D variantı. 38-ci sualımızda. Uyğun tərəfləri paralel olan ABC və KMN bucaqları verilmişdir. KMN bucağının ABC bucağına olan nisbəti 4-ün 5-ə kimi olarsa, bu bucaqların fərqinin yarısını tapın. Uşaqlar, biz bilməliyik ki, uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcəyə bərabərdir. Əgər burada bizə nisbətlər verilibsə və bu nisbətlər 1-in 1-ə kimi deyilsə, yəni nisbətlər müxtəlifdirsə, onda bu bucaqlar bir-birinə bərabər ola bilməz. Yəni onların cəmi 180 dərəcəyə bərabərdir. Bucaqları K ilə ifadə etsək, 4K və 5K olar. Bunların cəmi bərabərdir 9K-ya, onda 9K bərabərdir 180-ə, K bərabərdir 20-yə. Bucaqlarımız isə 100 və 80 olacaq. Onların fərqinin yarısı 100 çıxılsın 80 bölünsün 2. Bu da bərabərdir 20 bölünsün 2. Cavab 10 D variantı. 39-cu sualda. X üstə gəl Y bərabərdir 7,5. Onda 4X üstə gəl 4Y çıxılsın 18 ifadəsini hesablayın. Bizə qiyməti verilən ifadəni sona saxlayıb, qiymətini soruşduğu ifadəni sadələşdirsək, burada ortaq vurğu mötərizə xaricini çıxartsaq, 4 mötərizə açırıq, X üstə gəl Y çıxılsın 18. Bu da bərabərdir. X üstə gəl Y 7,5 olaraq verilib, onda 4 vurulsun 7,5 çıxılsın 18. Bu da bərabərdir. 30 çıxılsın 18. Bu da bərabərdir 12. Cavab C variantı. Və 40-cı sual. Bərabərliyi eyniliyə çevirən A bir hədlisini tapın. Burada bu sual bir hədlinin bir hədliyə bölünməsinə aiddir. Burada A bərabərdir 144 X üstü 12, Y üstü 6 bölünsün 18, X üstü 6, Y üstü 2. Bu da bərabərdir. 144 18-ə bölünəndə 8, X üstü 12-dən X üstü 6-ya böləndə X üstü 6, bildiyimiz kimi 12-dən 6 çıxırıq. Y üstü 6-dan 2 çıxırıq, 4. Cavab 8 vurulsun, X üstü 6, Y üstü 4. Bu qədər.